Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil veliyyekel fərəc. Məkasib kitabında qeybət bölümündən 3-cü dərsi oxuyuruq. Bildiyiniz kimi, Məkasib kitabında qeybət bölümündən 2 dərs oxumuşuq. Bugünkü dərsimiz 3-cü dərsdir. Və qeyd elədik ki, qeybətin haramlığına 4 dənə dəlilin hər birisi dəlalət eləyir. Yəni Qurani Kərim, sünnət də ibarətdir hədis və rivayətlərdən, icma və əql. Bildiyiniz kimi, bütün şər'i məsələlərimiz bu 4 dənə dəlillə sabit olur. Amma qeybətin haramlığına isə bu 4 dəlilin 4-ü də dəlalət eləyir. Ayələri keçən dərslərimizdə oxumuşuq. 4 dənə ayə mərhum Şeyx Murtəza Ənsari nəql elədi. Və dünənki dərsimizdə də bir neçə dənə hədis oxuduq. Və bugünkü dərsimizdə də qeybətin haramlığına neçə dənə hədis oxuyarıq. Bu da məlum olsun ki, qeybət odur ki, əgər insan digər bir müsəlman, bir möminin eybini açsan, bir dəfə budur ki, o eyb o şəxsə mövcuddur, bir dəfə budur ki, o eyb o şəxsdə mövcud deyil. Əgər bir nəfərdə bir eyb mövcud olsa, sən də o eybi açsan, cəmaatın içində ifşa eləsən, bu qeybətdir, bu həramdır. Belə ki, bəzi insanlar deyirlər ki, mən qeybət eləmirəm, mən olan şey deyirəm. Elə olan şey qeybətdir. Bir nəfər bir günah eləyib gizlində, sən onun o günahını aşikar eləyirsən, bu qeybətdir. Bunu açmaq haramdır. Təbii ki, hədislərdə gələcək. Bugünkü oxuduğumuz hədislərin birində bu gələcək. Bir dəfə də budur ki, bir insanda bir eyb mövcud deyil, sən o eybi o şəxsə nisbət verirsən. Bu da qeybətdir və həm də böhtandır. Həm qeybətdir, həm böhtandır. Bu şəxs 2 cəzaya məhkumdur. Həm qeybət elədiyinə görə, həm böhtan dediyinə görə. Amma birinci surətdə o mövcud olan eybi açmaq, o qeybətdir, onun bir cəzası var. Amma ikinci surət ki, bir şəxsdə bir eyb mövcud deyil, sən o eybi ona nisbət verirsən, burada həm qeybətin müqabilində cəza çəkəcəksən, həm böhtan atdığın üçün cəza çəkəcəksən. İndi başlayırıq hədisləri oxumağa. Və ənhu sallallahu aleyhi və aleyh. Yəni Peyğəmbərdən yenə də nəql olunub. Mən iqtabə muslimən av muslimətən ləm yəqbələllahu sələtəhu və la siyaməhu ərbə'inə səbahən İlla ən yəğfirəlləhu sahibuhu. Peyğəmbərimiz buyurur, hər kim bir müsəlman kişinin qeybətini eləsə və yaxud müsəlman bir qadının qeybətini eləsə,
ləm yəqbələllahu salatahu və la siyamahu ərbəinə səbahən. Allah o şəxsin orucunu və namazını 40 gün qəbul eləməz. Yəni 40 gün orucunu, 40 gün namazını qəbul eləməz. Ta o zamana kimi o şəxsi ki, onun qeybəti olunub, yəni o şəxsi ki, onun qeybətini eləyib, o şəxs öz haqqını buna bağışlaya, deyər ki, sən mənim qeybətimi eləmirsən, mən səni bağışlayıram, ondan sonra onun namaz və orucu qəbul olunar. Baxın, bu hədis birbaşa dəlalət eləyir qeybət eləməyin pisliyinə. Qeybət eləmək nə qədər pis bir əməldir ki, Allah ona görə şəxsin oruc və namazını 40 gün qəbul eləmir. Digər hədisdə gəlib və ənhu əleyhissalam, yenə də Peyğəmbərdən hədisdir. Mən ixtabə mu'minən bima fihi ləm yəcməullahu beynəhuma fil cənnə və mən ixtabə mu'minən bima leysə fihi inqətəətil ismə beynəhuma və kanəl muğtab xalidən finnar və be'səl məsir. Yenə də Peyğəmbərdən hədisdir. Həzrət buyurur, mən ixtabə mu'minən, əgər bir nəfər bir müminin qeybətini eləsə, bima fihi, yəni o mümində mövcud olan eybi aşkar eləsə, yəni bir şəxs günah eləyibdir, bir mömin günah eləyibdir və onda bir eyib var, sən də gəlirsən, onun eybini açırsan, ləm yəcməullahu beynəhuma fil cənnə. Allah heç vaxt səni o şəxslə bir yerdə cənnətdə qərar verməz. Yəni Allah səni cənnətə daxil eləməz. Və mən ixtabə mu'minən bima leysə fihi. Əgər bir nəfər bir möminin qeybətini eləsə, onda olmayan bir eybi ona nisbət verə. Məsələn, filankəs oğru deyil, sən ona nisbət verirsən filankəs oğrudur. İnqətəətil ismə beynəhuma. Sənin o şəxsin elədiyin o qeybət ki var, onunla sənin aranda olan qardaşlığı Allah kəsəcək. Möminlər ki, bir-birindən qardaşdır, artıq sizin aranızda o qardaşlıq aradan gedəcək. Və kanəl muğtab xalidən finnar. O qeybət eləyən əbədi cəhənnəmdə qalacaq. Və be'səl məsir. Və nə pis yerdir o cəhənnəm. Bax, bu hədisdə də Peyğəmbər qeybət eləməyi qəti şəkildə qadağan eləyir. Və ənhu əleyhissalam, növbəti 3-cü hədis Peyğəmbərdən. Həzrət buyurdu, kəzibə mən zəmə ənəhu volidə min həlalin və huvə yəəkulu luhumən nas bil qeybə fəstənibul qeybə fə innəha idamu kilabin nar. Həzrət buyurdu, bəzi insanlar belə güman eləyirlər ki, onlar həlaldan dünyaya gəliblər. Bir halda ki, insanların ətini yeyirlər qeybət eləməklə. Halbuki, onlar belə düşünüblər ki, həlaldan dünyaya gəliblər. Yəni, Həzrət bununla işarə edir. Burada bəzi insanlar var, onlar həlaldan dünyaya gəlməyiblər. Bəzi insanlar var, onlar həlaldan dünyaya gəliblər. Adətən biz deyirik ki, filan kəs həlaldan dünyaya gəlməyib, yeni vələdə zünadır. Yəni, atası ilə anası zina eləyib bu dünyaya gəlib.
Buradakı hədisdən ki, həlaldan dünyaya gəliblər, elə düşünüblər. Məqsəd, yəni zinanın müqabili deyil, vələdə zina deyirlər. Həzrət buna işarə eləyir. Əgər bir nəfər cəmaatın başqasının qeybətini eləyibsə, o haramdan dünyaya gəlib. Necə haramdan dünyaya gəlib? Yəni onun atası haram yeməklər yeyibdir. O haram yeməklərin nəticəsində güclənib, gücü olubdur və nəticədə öz yoldaşı ilə yaxınlıq eləyibdir. Həmən o uşaq dünyaya gəlib. O da böyüyəndən sonra cəmaatın qeybətini başlayır eləməyə. Burada məqsəd budur ki, həlaldan dünyaya gəlməyib, yəni atası haram qidalar yeyib, haram tikələr yeyibdir. Ondan sonra o uşaq dünyaya gəlib. Nəinki atası, anası zina eləyiblər. Həzrət də buyurur ki, bir şəxs cəmaatın ətini yeməklə, ətin yemək budur ki, oxuduq bir ayə oxumuşduq keçən dərsimizdə. Yəni bir nəfər bir nəfərin qeybətini eləyirsə, elə bil onun ətini yeyir. Həzrət də buyurur, bir nəfər əgər cəmaatın eyblərini açırsa, qeybət eləyirsə, o adam belə düşünməsin ki, o həlaldan dünyaya gəlib. 100% onun atası haram qidalarla qidalanıb, qidalanandan sonra o uşaq dünyaya gəlib. Yəni, o şəxs yalan danışır ki, mən halaldan dünyaya gəlmişəm. Əgər qeybət eləyirsə, daha o deyə bilməz ki, mən həlaldan dünyaya gəlmişəm. Deməli, onun atası haram tikələr yeyib və o haram tikələrin nəticəsində o dünyaya gəlibdir və böyüyübdir və cəmaatın qeybətini eləyir. Kəzibən mən, yalan danışır o şəxs, zəmə ənəhu vulidə min həlalin, belə güman eləyir ki, o həlaldan dünyaya gəlir və huvə yəkulü luhumən nasbil qeybə. Bir halda ki, bu, insanların qeybətini eləyir, onların ətini yeməklə. Fəstənibul qeybə, Peyğəmbər buyurdu, siz qeybətdən uzaq olun, fə innəha edamu kilabin nar. Bu qeybət cəhənnəm itlərin yeməyidir. Elə bil cəhənnəmdə itlər mövcuddur. O itlərin yeməyi nədir? Qeybət. Həzrət bunu təşbih eləyir ona. Yəni, qeybət o qədər pisdir ki, o qədər Allah tərəfindən rədd olunur, bəyənilmir ki, elə bir cəhənnəm itlərinin yeməyidir. Növbəti hədis və ənhu aleyhissalam Peyğəmbərdən mən məşa fi qeybəti əxihi və kəşifə uvrətəhu kanət əvvəl xutfətin xətaha və zəha fi cəhənnəm. Həzrət buyurdu ki, hər kim getsə bir mömin qardaşının qeybətini eləməkliyə və onun eyblərini aşikar eləyə, o şəxsi ki, addım atır, istəyir getsin filan kəsin eyblərini açsın, axtarış eləsin. Necə ki, bugün bəzi insanlar var, onların iş gücləri budur ki, cəmaatın eyblərini axtarmaq üçün yerlər gəzirlər, pul xərcləyirlər, adamlar tapırlar, təki getsinlər bir nəfərin eybini aşsın və cəmaata ifşa eləsin. Həzrət buyurdu ki, hər kim addım ata, getsə bir müminin qeybətini eləməkliyə və getsə onun eyblərini aşkar eləyə, o şəxsi ki, ilk addımını atır, gedir o qeybət eləməyə, o şəxsin eyblərini axtarmağa, onun o ilk addımı səbəb olar ki, o cəhənnəmə daxil olsun. Onun ilk atdığı addım səbəb olar qiyamət günündə o cəhənnəmə daxil olsun, cəhənnəmə getsin. Həzrət bundan qadağan eləyir, buyurur, xalqın, cəmiyyətin, möminlərin, müsəlmanların eyblərini axtarmayın. Onların eyblərini aşkar eləməyə hərəkət eləməyin. Öz eyblərinizi axtarın. Öz eyblərinizi axtarın ki, özünüzü kamil eləyəsiz. Eyblərinizi tərk edəsiz. Cəmaatın eybini axtarmağa
getməyin. Təəssüflər olsun ki, bəzi insanlar özünü müsəlman, mömin hesablayır, amma işi gücü də insanların eyiblərini axtarmaq, insanların eyiblərini aşikar eləməkdir. Çox təəssüflər olsun, Həzrət də buyurur ki, onun ilk atdığı addım səbəb olur onun cəhənnəmə getməliyinə. Elhamdülillahi Rabbil aləmin.